Maduro prezidentsən, sən nə kişisən, sən? Bak 3 növbəli baraj var idi. Birinci barajdan keçiblər, sərbəst. Oranın komandiri satılıb. Sərbəst birinci çərçivədən keçiblər. İkinci çərçivə. Hər tərəfli qorunacaq. Həm qıraqdan, həyətdən 3 etaplı qoruma. Həm də yuxarıdan vertolyotdan düşərlərsə 3 etaplı qoruma. Yəni hər mərtəbədə bir ordu var. 1500 dənə qoruması var inşa. İlhamın bu qədər qoruması yox deyə evini qoruyan. 1500 qoruma. Həm qıraqdan da 3 cərgədə o telli, melli, zaborludur. O zaborun içində gəzənlər var orada. Minalanmış sahələr var, gəzənlər var, posta duranlar var. O saray olur hündür. O hündür etap-etapdır, mərtəbələr var. Hər mərtəbədə qoruma var. Aşağıdan 3 mərtəbə, yuxarıdan 3 mərtəbə, 2 mərtəbə, ortada prezident. Hətta Kolumbiyadan mühafizə sistemlər gəlir. Orada 20-dən çox, 26 dənə Kolumbiya ölübdü. Kolumbiyalı ölübdü. Bunu elan elədilər. Bu elə belə gəlməmişdi. Bunlar hamısı Maduro'nun qoruma sisteminə daxil olan Kolumbiya təhlükəsizlik xidmətinin qüvvələri idi. Profesionallar idi onlar. Neyse, bütün mərtəbələr aşağı, yuxarı, nə bilim, qıraq hamısının komandiri satılıbdır yuxarı. Birinci eşalon satılıb. İkinci, deyək ki, mərtəbə və ya ikinci cərgə. İkinci cərgə qismən satılıb. Biraz atışıblar. 1-2 nəfər ölüb, yaralılar var. İçində Amerikaya xidmət edən adam geri çəkilmək. Sona qədər ölüm qalım yox, geri çəkilmək deyibdi. Sonra gediblər ən yaxın qorumalar. Deyək ki, 20-dən çox ən yaxın qoruma var imiş. 20-dən çox mu, 20-yə yaxın mı? Ən yaxın qoruma. Mən bilən 24 nəfər ən yaxın qorumasını da öldürüblər hamısını. 24'ünü. Ən yaxın qorumalar sona qədər savaşır. Maduro 24 nəfər. Onunla birlikdə bunlar profesional adamlardır. Bunlar Delta qrupu. Sırası indi hər halda gecə işlər keçib qaranlıqda. Onların texnoloji vasitələri buna hazırlığı zəif imiş. Bunlar tam hazırlığı gəldilər. Şap-şap necə də 10 saniyəyə 24'ünü də yatırdılar, vururlar. 24'ünü də. Və Maduro yəni vertolyotdan tökülən andan 47 saniyəyə məsələni həll ediblər 47 saniyəyə. Və Maduro 2 saniyəyə qaçacaqmış Maduro. 2 saniyələr qapını bağlayıb başqa bir dalanla deyə də gizli keçiddən qaçacaqmış. Bütün prezidentlərin gizli keçidi olur axı. Gizli keçiddən qaça bilsələrlə heç nə alınmayacaq. Yəni Amerika fiyaskoya uğrayacaq. Zaten Delta deyirsiniz. Deltanı Somali'də nə günə qoydular? Deltanı Əfqanistan'da nə günə qoydular? Suriyada nə günə qoydular? Delta deyirsiniz. Bunlar nə bilim nəymiş? Yox, onlar pis günə qoyublar zaman. Sadəcə Maduro'nun generalları satılıbdır. İndi adamlar düşünür ki, birinci eşalonda savaşacaqlar. Birinci eşalonda savaşacaqlar. Ona kimi Maduro qaçacaq gizli yoldan. Nə bilsinlər, birinci eşalon qapını aralayıb, gəl deyib. İkinci eşalonda 2 komandirdən, biri satqın, biri satqın olmayan. 2 dənə gürlatan kimi çəkiblər, qabağını kəsəməyiblər. Elə rast çəkilin. İkinci də çəkilibdir. Sadəcə bir neçə itki, bir neçə yaralı. Sırası çəkiblər, qabağını kəsəməyiblər. Orada heç 10 saniyə ləngidənməyiblər. 10 saniyə. Söhbət saniyələrin söhbətidir. Və sırası birbaşa prezidentin qalan o dairə var, hansı ki, o mərtəbə var ki, o mərtəbəyə, yatdığı yerə. Orada, mən bilən 24'ə yaxın, ya 24 ya 24'ə yaxın adam, yaxın mühafizə deyirlər ona. Onlar var imiş, onlar da bilirsin nətərdir. Prezident əsasən yaxın mühafizəyə kimi götürür. Ən profesional və ailəsinə yaxın adam. Məsələn, Robert görmüsünüz, Saşa'nı görürdünüz Heydər Əliyevin yanında, boynu belə. Yəni, boynu döndərənə kimi onu minərlər. Saşa'ymış Robert'in belə, o vaxtlar idi, belə güllə dəyməsin, belə lay divar kimi prezidentin bir tərəfini kəssin. Yəni, cimbala lazımdır. Zaten prezidentin nəyə kəssin? Prezident septdən bronjiletlər. Sept özü. 200, neçə qram çəkisi var. Sadəcə nə lazım? Sevik adam lazım. Sərrast ateş açan adam lazım. Neçə saniyəyə hazır, neçə saniyənin hətta altında olan vəziyyətə birbaşa hədəfi vurmalıdır. Saşa götürünü qaldırıb bunu eləyə bilərmi? Sadəcə əvvəllər prezidentlərə nə idi? Boynu yoğunları götürürdü. İndi də bəziləri qalır. Hər neysə. Uzun sözün qısası apardılar. Yaxşı, Maduro apardılar səni. Özünü niyə vurmadın? Arvadını niyə vurmadın? Niyə canlı ələ keçdin? Bu birinci soru işarəsi. İkinci soru işarəsini Trump'a verirəm. Ay Trump, birlikdə Trump, bunun özünü qaçırtdın. Arvadını niyə qaçırtdın? Arvadını niyə qaçırtdın bunu? Arvadı da siyasətçi deyilmi? 56-cı ildə anadan olan Maduro'nun arvadı, elə Maduro'nu prezident eləyən onun arvadıdır. Maduro'nun arvadı birinci o Hugo Chavez'dən cütləşibdir. Hadi məndən soruşun, hər şeyi deyim də sizə. Həmən elə bizim Mehriban Əliyevanı bilirəm kimə verdin elədi. Araşdırın. Maduro'nu prezident eləyən onun arvadı oldu. 56-cı ildə anadan olan o arvad çox siyasi cəhətdən çox tanınmış adam idi. Və Hugo Chavez'dən də cavan yaşlarında çox qayrışırdı. Qayrışa bu yaraşıqlı, bu Tansuy Diskoy Maduro'nu, bu Jimmy'yə oxşar gədəni prezident eləyən onun arvadı oldu. Ona görə onun arvadını apardılar. Değerli vətənlər, bəli. Bundan başqa. Maduro'nu apardılar. İndi burada xiyar əyilib bitdi axı. Amerikan istəyi alınmadı axı. Burada niyə Amerikan istəyi alınmadı?
Ay sağ ol. Gəlin indi bundan danışaq. Birinci, xalqın sevdiyi, seçdiyi muhalefet lideri var idi. Hamı onun prezident olmağını istəyirdi. O, hətta Trump'ı məğlub edərək bu Nobel qardaşları o mükafatını aldı. Nobel qardaşları da ən dünyanı çalxalayan qatil oldular. Nobel deyirlər sırf mükafatı. Dünyanın içini çıxan onlar oldular. Onlar hamısı güllələnməliydi o vaxt. Dəyərli vətənəm, dəyərli soydaşlar. Təsəvvür eləyin, təsəvvür eləyin. Bu, indi Trump, Nobel mükafatını alan muhalif lider deyir ki, Venezuela'da prezident olmayacaq. Olmayacaq. İkinci də, əsas məsələ. Əsas ikinci məsələ nədir? Maduro'nun yerinə qalan vitse-prezident deyir ki, Amerikaya boyun əyməyəcəyik. Mənəm əvəz eləyən, hələ seçkini də düşünmürəm, Amerikaya boyun əyməyəcəyik. Trump da deyir ki, sənin aqibətin Maduro'dan betər olacaq. Kolumbiya ilə Kuba və bir sıra Cənubi Latin Amerikası ölkələri savaşa hazırlaşır. Qoşun yeridiblər müəyyən dərəcədə Venezuela istiqamətinə.